today what we're gonna do. Wait a minute. Okay, so what we're gonna do, we're going to do a review. I know you guys are asking for this time to watch, but I don't have any special thing to show you the video. Videonun göstermek için hiçbir cihazım olmadığı için time to watch'ı eləyə bilmirik. Ona görə də nə ilə davam edirik? Review'umuzla davam edəcəyik. Uy. Bir dəqiqə. Review'da nələrimiz var? Burada phrase'lərdən, sözlərdən istifadə edərək boşluqlar tamamlayacağıq. Burada öz fikirlərimizdən istifadə edərək alternative questions hazırlayacağıq. Sonra burada yenə öz düzgün fikri seçəcəyik və bu da qrammatika haqqındadır. Burada talk questions qaydası haqqındadır. Və burada da mistake detektorumuz vardı ki, bunların hamısını işləyəcəyik. Burada Naxçıvanlılar, Xıdır bayramınız mübarək. So let's start. Yəqin ki bu videoya baxanda gecə olacaq, çünki mən dərslərdən biraz qabaqda seçirəm. Amma heç şey olmaz, qabaqdan şey eləyirəm. So complete the sentences with the words and phrase from the box. Deməli burada qutucuğumuz var ki, bu qutucuqdan sözləri və frezləri köməyi ilə bu boşluqları dolduracağıq. Və indi burada sözləri əgər bilmirsinizsə Unit 4-ün vocabulary hissəsindən sözləri gedib izahlarına baxa bilərsiniz. So the flight company says each passenger can have 23 kilos of luggage. Uçuş şirkəti deyir ki, hər bir yəni passenger sərnişin deyək. Sərnişinin 23 kilo yük daşıma haqqı var. Burada luggage özləri istifadə edib, ona görə buradan silək. Would you like to fly or do you prefer going on a cruise? Cruise. Deməli, deyir ki, sən uçuş bileti, uçuşla, necə deyim, uçaraq getmək istəyirsən, uçaraq da deyil, qəribə çıxır, səyahəti və təyyarə ilə etmək istəyirsən, yoxsa gəmi səyahətinə çıxmaq istəyirsən. I'm not sure about my return date, so I will book a single ticket. Belə deyək, vaxtımız çox getməsin. Bunu belə rəngləyim. Buranda sarı rəng, birinci sarıya gedir. This is the best in the city. They organize the best tours. Travel agency, we can say. Yaxşı deyək, buranda. Ən yaxşı şirkət, company, agency. Yəni biz də səyahət agentliyi deyirik də, yəni şirkət tipli bir şeydir. Travel agency, bu şəhərdəki ən yaxşı travel agencydir. Onlar ən yaxşı turları hazırlayırlar. Your last destination was Canada, wasn't it? Sənin sonuncu dayanacağın, yəni getdiyin yer Kanadaydı, elə deyilmi? Sonra you should ask for a tour guide to learn about the history of a fascinating place. Deməli, deyir ki, sən bu gözəl bir məkanın, bu gözəl məkanın tarixi haqqında öyrənmək üçün bələdçidən soruşmalısan. Tur bələdçisindən. Travel agency agent needs to ask people questions. No, the travel agent needs to ask some questions to organize a tour for Jake and Megan. Use the openings below to make alternative questions. Would you like to travel in winter or summer? Deməli, bunu özləri veriblər. Yəni, talk question da yox, alternative questionlar hazırlayacaq. Yəni, oradan seçimli cümlələrdən. Bunu bilmirsinizsə, əgər alternative question və yaxud talk question nə olduğunu Grammar B ya da Grammar A-da olmalıydı ki, Unit 4-ün. Oradan girib izahına baxa bilərsiniz. One country, more countries. Would you like to travel? İndi biraz sərdən çıxmadı. Telefonda yazıram, qələmlə yazıram deyə. Would you like to travel one country or more? Yəni, more countries də yaza bilərsiniz, more da yaza bilərsiniz. Fərqi yoxdur. Birinə səyahət eləmək istəyirəm, bir ölkəyə, yoxsa çoxuna. 1 week, 2 weeks. Would you like to? İndi də yazım, siz yazın, çünki mənim vaxtım belə çox gedir. Ya da ki, yazım da. Birini yazdıqca o birisini siləcəm. Sonra ikincinə bu gedir. Would you like to travel 1 week or 2 weeks? Bir həftə, yoxsa 2 həftəlik getmək istəyərdin. Sonra burada a single ticket, o a return ticket. Gediş bileti, yoxsa gediş-gəliş birlikdə. Bunu da yazaq. Would you like to travel single ticket or return ticket? Travel'ın deməyimiz biraz düzgün çıxmaz. Would you like to book single ticket or a return ticket?
Aha. Sonra bir tek hemen bunu böyle edeyim. Şimdi burada şu cümlemiz var idi ha bizim. 1 week or 2 week. Burada travel yerine would you like to stay? Burada yazım diye. Orada qalmaq istəyərdiniz. Ora səyahət eləmək desək düzgün çıxmaz da. Orada bir həftə yoxsa 2 həftə qalmaq istəyərdiniz. Belə desək daha doğru çıxar. Oy. Sonra nə var baxaq. By plane or go on a cruise. Would you like to travel? Would you like to fly by plane or go on a cruise? Cəmi ilə səyahətə çıxmaq istəyirsən yoxsa uçuşla? Sonra sonunda yazaq bitirək. A hotel room, a cottage. Şimdi burada hotel room, otelde. Ama cottage ben size necə deyim. Belə kəndlərdə falan olur ha, kulübə deyir türklər. Bunu mən sizə belə göstərim, cottage. Bir də kəndlərdə falan dedim ha, kulübə tiplidir. Yəni bayağı da gözəldir. Mən otel yerinə belə yerdə qalmağı tərcih edirəm, seçərəm. I prefer this homes. Məncə sizə aydın oldu. Yəni belə gözəl evlər deyilir. Belə. İndi davam edə bilərik. Əgər anladırsam. Would you like to stay or leave? Stay there. Stay in a hotel or cottage. Okay, bu kadar. Bunu bize göstermeyi yazabilirsiniz. Would you like to stay in a hotel or a cottage? Tamamdır. Şimdi çizebiliriz dışarıda. Çizdik. Choose the correct option and to complete the sentences. You can book a hotel room for us. Can't you? Can you? Yani bizim burada bir qaydamız var idi ha. Bizim burada qaydamız var idi ki, əgər bu sual cümləsi inşarda deyilsə, sən inşarda işlədəsən. James was in the same flight with you, wasn't he? İnşar deyil ki, onun görə wasn't he. You want a return ticket, don't you? İnşar yoxdur yana, don't you? His uncle and cousins are going on a cruise this weekend. İndi burada farklı bir şey var. His uncle isn't he, o da amma elə deyil. And cousins var, onun kuzenləri. Bilmədim da bizim dillər dayıoğlu, əmioğlu bunları var. Onun görə də aren't they olacaq. Aren't they? Sonra Romania will not be your last destination, won't it? Or Romania will not be your last destination, will it? Mr. Green stayed there for 3 weeks. Didn't she or doesn't she? Olacaq, didn't she? Çünki keçmişlədir. Sonra complete sentences with tag questions. Tag questionlardan cümlələri tamamlayacaq. You are from New Zealand, aren't you? Oy. Aren't. Oops. You'nu belə yazım yerləşsin. Traveling by train is cheaper than traveling by plane. Doesn't it? Qatarla səyahət eləmək uçaqla səyahət eləməkdən daha ucuzdur. You got a single ticket to Italy. Right? Right. Düzgün gələrdi amma right qoymayacaq. You got a single ticket to Italy. Don't you? Farid and his cousins weren't in the travel agency. Aren't they? Weren't they? Were they? The tour guide will talk about the history of the country in English. Won't he? Won't he? Will neither won't he? Lemon cannot join us on a tour. Cannot, can she? Can she? İndi burada vocabulary var, grammar var, spelling var ve burada səhvləri dedektör kimi tapacağıq. Let's start. I had a single ticket, so we traveled to Moscow and back with a ticket. Single ticketlə heç vaxt gəlib qayıtmaq olmaz. Ya təkcə gedə bilərsən. Ona görə də return ticket olmalıydı burada. Səhvimiz buradadır. Return. Wait a minute, I'm gonna write it. Return. We met our first friends. Oh my god. A travel agent. We met our friends. A travel agent. Travel agent də dostlarla görüşə bilməsən. Məsəl üçün at destination. Təyin olunmuş yerdə, təyinat yerində. Destination. Tamam, üstüne sıktım bence işte olmaz bilinir. Böyle desem daha geçip bilinecek. Sonra we would like to have a travel guide. Guys, wait a minute, what happened? Bir şey başladı. Aha.
Sözünü hatırlam. We would like to have a travel guide. Travel yani tour guide var. Tour olacak bunun yerine. Tour. I went a cruise by myself. I get on a wait a minute, how good. Okay, guys. I go on a cruise. I went on a cruise. I went on a cruise a lot. Went. Yeah, go on a cruise by myself. I went on a cruise by myself. Bunu silək. Yəqin ki yaza bildiniz. Sildik. Keçək digərindən. Ups, silinmir. Ne oldu? Guys, help. Something happened. Acaba bunları böyle silsek bəs silinər mi? Silinməzmiş. İyon qalır. Mən canım buradan silim. Bir də başlayaq. Tamam. İndi keçək grammar. You were here before. Were you? Əgər təsdiqlədirsə heç vaxt were you olmaz, weren't you olar. Bella can play football. Bella can play football or basketball. What the hell is it? Can buradasa bu necə sual ola bilsin? Ona görə can Bella. Bunun yeri dəyişilir, bura keçir. Bu da bura keçir. Bura. Jim booked the tickets, doesn't he? Booked the tickets, doesn't he? Yeah. Yine dediğim gibi booked tickets, doesn't he? Booked. Doesn't yok, didn't olacak. Did they? Oh, sorry. Did? Oh my god. Didn't he? You want coffee or tea? Do you want coffee? Do. Yine bunları da silək. Sonra. Layla was so excited to go on her first cruise. Serbia was our last destination. I always travel with a lot of luggage. It's a bu adı. Will you book your tickets at travel agency? So guys, that's all for today. If you have any questions, you can ask in chat.